Allah bizə fikir verib, Allah bizə emosiya verib. Hər ikisi Allahın nemətidir. Heç kəs ağlı, fikri ilahi nemət kimi əxz edib, emosiyanı, hissi, hiss etməni, duyğunu sanki bir qüsur imiş kimi təqdim edə bilməz. Hər ikisini Allah verib. Hər ikisinin insan həyatında çox mühüm rolu var. Bir çox məsələlər var ki, ağıl onu dərk edir, amma o emosiyaya daxil olmasa, hiss eləməsən, duymasan, faydası ya yoxdur, ya azdır. Və bir çox məsələlər var ki, emosiyamız var, duyğumuz, hissimiz var, amma ağıllı hiss olmasa, məntiqli emosiya olmasa, kökündə təfəkkür olan duyğu olmasa, faydası yoxdur, ya da azdır. Hər ikisi insana lazımdır. Gözəl deyib deyən adam. Bizim əksər səhvlərimiz ona görədir ki, hiss etməli olduğumuz yerdə fikirləşirik, fikirləşməli olduğumuz yerdə hiss edirik.